sizin məkanda çəkilmiş videodur və videonu çəkən şəxs sizsiniz. Əgər azyaşlının mənəvi inkişafına zərər verəcək təqdimatlar varsa burada, bu yol verilməzdi. Özləri istəyiblər də. İxtisasım keşikçilik qardaş. Yaxınlaşın dövlət orqanlarına. Müraciət bizim Bu, qız uşaqlarının cinsi obyekt kimi əmtələşdirilməsidir və illərlə formalaşan zərərli stereotiplərin, hüquqi nihilizmin, ictimai qınağın doğru yerə yönəlməməsinin səbəbidir. Bu uşaq öz valideyni və mağaza sahibi tərəfindən reklam məqsədi ilə istismar olunur. Onlar bilirlər ki, uşaqlardan reklam məqsədi ilə bu cür istifadə olunması əməlinə görə cəzasız qalacaqlar və buna görə də mağazada satışı artırmaq məqsədi ilə bu addım atmaqdan çəkinmirlər. Belə çıxır ki, bu reklama baxıb mağazanı qınamaq yerinə məhsul əldə etmək istəyənlər heç də az olmayacaq. Çox iyrəncdir. Onlar həm də bilirlər ki, uşaqlardan cinsi obyekt kimi istifadə ediləndə cəmiyyətdə heç də hamı onları qınamayacaq. Bəs dəyərlər harda qaldı? Axı bir neçə ay əvvəl Sabirabadda 4 yaşlı qız uşağı 64 yaşlı kişi tərəfindən cinsi qısnamaya məruz qalanda da həmin uşaq günahlandırılırdı. Elə bir neçə gün əvvəl 14 yaşlı yeniyetmə qız Naxçıvan hava limanında qısnamaya məruz qalanda da həmin qız günahlandırılmışdı. Çünki bu cəmiyyətdə öldürüləndə, cinsi qısnamaya, istismara, zorakılığa məruz qalanda da qadınlar günahlandırılır və onların neçə yaşda olmasının heç bir fərqi yoxdur. Bu sahibkarların rahatlığının kökündə dayanan səbəblərdən biri də televiziya efirlərini, sosial medianı zəbt edən psevdo-ekspertlər və qadınların müdafiəsiz olmasıdır. Elə bu sujeti hazırlayan Baku TV-nin efirindən psixoloq kimi təqdim olunan şəxs kişilərin narkomanlığına görə qadınları günahlandırır, zorakılığı isə tali adlandırırdı. İndiki iyrənc mənzərə məhz bu cür təbliğatın və cinayətkara bəraət qazandırmağın nəticələrindəndir. Çünki bu sahibkarlar bilirlər ki, cəmiyyətin əksər hissəsində qurbanı günahlandırmaq kimi patoloji refleks mövcuddur. Buna görə də bu qədər ciddi məsələni məsxərəyə çevirirlər. 3-7 yaşlı uşaqların ən xarakterik xüsusiyyətləri təqlid və öyrədilmiş davranışları avtomatik icra etməkdir. Bu yaşda olan uşaqların ətraf dünya ilə bağlı anlayışları formalaşmadığı üçün edilən bu rəqsə də nə kimi mənalar yüklənəcəyindən xəbərsizdir. Azərbaycan Respublikasının uşaq hüquqları haqqında qanununda uşaqların cinsi istismarı, onların psixi və mənəvi inkişafına zərərli ola biləcək vasitələrin hazırlanmasına cəlb edilməsi qadağandır. Bu sadəcə bir mağazanın çirkin marketinq strategiyası və valideyn laqeydliyi deyil. Bu uşaqların təhlükəsizliyi məsələsidir. Bəs uşaqlarımızı necə qoruyaq?